Salam əziz şagirdlər. Biz bugün çevrə mövzu izahına baxırıq. Tərif. Müstəvinin verilmiş nöqtəsindən eyni məsafədə yerləşən bütün nöqtələrindən ibarət olan fiqura çevrə deyilir. Bu verilmiş nöqtə çevrənin mərkəzi adlanır. Baxın, buradan eyni məsafədə, baxın bu çevrənin mərkəzi düzdür. Eyni məsafədə yerləşən bütün nöqtələrdən ibarət olan fiqura çevrə deyilir. Bu mərkəzi nöqtə adlanır. Çevrənin mərkəzi ilə onun istənilən nöqtəsini birləşdirən parçaya radius deyilir. Yəni, çevrənin mərkəzindən istənilən tərəflərə qədər ki, məsafələri belə çəkirik, bu xətləri görürsünüz. Bunlar radiuslar adlanır və radiusların hamısı bir-birinə bərabərdir. Yəni, çevrənin mərkəzindən mən tərəfə qədər bir parça birləşdirirəm, çəkirəmsə, bu mənim radiuslarım adlanır və radiuslar bərabərdir. Məsələn, radiusun biri 5-dirsə, deməli, digərləri də 5 olacaq. Və adlanır belə, OA, OB və s. Keçirik 3-cü tərifə. Çevrənin mərkəzindən keçən, baxın, mərkəzdən keçir, düzdür, bu mərkəzdir də. Və onun iki nöqtəsini birləşdirən parçaya, iki dənə nöqtə, bir A nöqtəsi, bir B nöqtəsi birləşdirir və keçir buradan. Bu AB hardan keçir? Çevrənin mərkəzindən keçir. Ona görə adlanır diametr. Diametr radiusdan 2 dəfə böyükdür. Diametr 2 dəfə radius boydadır. Yəni, D-ni tapanda radiusu 2-yə vururam. Məsələn, radiusun 5 veribsə, məndən diametri soruşursa, D bərabər olacaq. 2 vurulsun 5 bərabərdir 10. Deyəcəm ki, mənim diametrim 10-dur. Və yaxud, diametri mənə məsələn 8 veribsə, radiusum nə olacaq? 4 olacaq. Diametri buradan da çəkə bilərəm. Baxın. Digərin başqa rəyini göstərək. Mən diametri buradan da çəkə bilərəm. Məsələn, diametrim 8-dirsə, onda radiuslarım 4 yazılacaq. Və ya diametrim, radiusum 3-dürsə, onda bura 3-dürsə, burada 3-dür. Eyni zamanda buradan da çəksən, burada 3-dür, burada 3-dür. Yəni, radiuslar eyni boydadır. Bir sözlə, diametrimiz necə oldu? 2 dənə radius boyda oldu. Çevrənin istənilən iki nöqtəsini birləşdirən parçaya vətər deyilir. Vətər, yəni istənilən 2 dənə nöqtə götürürəm çevrədə. Məsələn, buradan A götürülüb, buradan da B götürülüb. Onu birləşdirmişəmsə, bu parça olur mənim vətərim. Buradan da çəkə bilərəm, məsələn. Götürərəm buradan, bir dənə buradan. Birləşdirərəm, oldu MN. Yəni, MN mənim vətərim oldu. Deməli, çevrənin iki nöqtəsini birləşdirən parça nə oldu? Vətər və adlanır AB vətəri. Çevrənin diametri onun ən böyük vətəridir. Baxın, buradan göstərək. Bu çevrənin diametrin, məsələn çəkirəm, bu O mərkəzindən çəkdim. Bu mənim nəyimdir? Ən böyük vətərimdir. Mənə desək ki, ən böyük vətər, biləcəm ki, diametri demək istəyir. Çünki, baxın, bu da iki nöqtəni birləşdirdi. MN yazsam bura, bu mənim nəyim sayılır? İstənilən 2 dənə nöqtəni birləşdirdim, oldu mənim vətərim. Bu vətər də deyir ki, ən böyük, yəni mənim çevrəmin diametri onun ən böyük vətərimdir. Ən böyük vətəri verəndə biləcəm ki, diametri demək istəyir mənə. Sonra, kəsişən iki vətərin kəsişmə nöqtəsi ilə bölündüyü parçaların hasilləri bərabərdir. Yəni, çevrədə vətərlər kəsişərsə, baxın, vətərin bir nədir? AB, bir də CD-dir. Hardan bilirəm vətəri? Çünki hər biri, məsələn, AB, hər biri istənilən 2 dənə nöqtəni birləşdirirəm, oldu bir dənə parça, oldu AB vətəri. Eyni zamanda C ilə D-də 2 dənə nöqtədir, birləşdirdim, oldu bir dənə parça, CD, o da oldu vətər. Yəni, vətərlər kəsişirsə, onda belə bir qayda əmələ gəlir. Baxın, AO, buradan bura qədər olan hissə vurulsun OB-yə. Eyni zamanda bərabərdir CO, C-nin O-ya qədər olan məsələ, bu kəsiyə qədər olan hissə vurulsun növbəti OD-yə. Bu qaydanı yada saxlayın. Çevrə ilə hüdudlanmış müstəvi isə dairə adlanır. Baxın, dairə içi dolu olan hissədir. Çevrə isə bu çizilmiş bu xət var ya, baxın bu. Bu çizdiyimiz, bu qırmızını göstərdiyim bu xət, bu çizgi çevrədir. Amma içi dolu olan dairədir. Məsələn, nümunə verilib burada misal. Vətərlər kəsişir. Görürsünüz və üstündə qeyd olunub. Bizdən OD-ni soruşur. OD-nin üzərinə bir X qoyuruq. Qayda öyrəndik ki, C-dən O-ya qədər olan hissə, yəni 4 vurulsun. O-dan D-yə qədər olan hissə, yəni X, indi bilmirikdə, onu mən buraya X yazam. Eyni zamanda 8 vurulsun 3. Və oradan da X tapırıq. X-imiz nədir? O, D-dir. Düz xətlə çevrənin qarşılıqlı vəziyyəti.
Birinci, düz xəttə çevrə kəsişmir. Kəsişmir deyəndə biz bu şəkildə baxırıq. Baxın, doğrudan da bu düz xətt bu çevrə ilə kəsişmir də. Kənardadır, bir fikir verin. Bizə desə ki, düz xəttə çevrə kəsişmir, mən bu şəkildə axtaracağam. Həqiqətən də A düz xəttə çevrəni kəsmir, kənardadır. Sonra düz xətt çevrəyə toxunur. Düz xətt çevrəyə toxunursa, bu düz xəttə çevrənin bir ortaq nöqtəsi var. Baxın, A nöqtəsində toxunur. Görürsünüz, toxunan deyirsə, mən bu şəkildə çəkməliyəm. Və yaxud da buradan da çəkə bilərəm, baxın. Məsələn, bura bir nöqtə qoyaram, B nöqtəsi olar. Sonra, çevrəyə toxunan düz xətt toxunma nöqtəsində çəkilmiş radiusa perpendikulyardır. Ümumiyyətlə, toxunana, baxın bu A nədir? Toxunandır. Toxunan bir dənə də radius çəkilirsə bura, onda burada 90 əmələ gəlir. Radius toxunana perpendikulyardır. Əgər mənim toxunanım verilibsə, mən ora radius çəkirəmsə, orada 90-ı qeyd eləməliyəm. Çünki radius toxunana perpendikulyardır. Bu qaydadır. Düz xəttlə çevrə kəsişir. Düz xəttlə çevrə kəsişirsə, deməli 2 dənə ortaq nöqtəsi var da. Baxın, məsələn, buradan da götürürəm. Kəsir. Harada kəsir? 2 dənə nöqtədə kəsir. Ona görə 2 dənə ortaq nöqtəsi var. Məsələn, burada A-la B-dədir. İndi bunu da mən əlavə çəkdim, bura M-in yazıram. İki çevrənin qarşılığı vəziyyəti. Çevrələr kəsişmir deyirsə, baxın, kənarda dayanırlar bir-birindən. Onda bu şəkil. Gördüyümüz bu şəkil. Əgər kəsişmir və çevrələrin bir digərinin daxilinə yerləşirsə, onda sən bu şəkli axtaracaqsan, bax. Bir digərinin daxilinə yerləşir və kəsişmirlər. Sonra keçir növbəti tərəfə. Mərkəzləri eyni və radiusları fərqli olan çevrələrə konsentrik çevrələr deyilir. Mərkəzləri eynidir. Baxın, mərkəzlər hər ikisində eynidir. Amma radiusları fərqlidir. Birinin radiusu böyük çevrənin radiusu buradan buradır. Böyük bütöv. Kiçik çevrənin radiusu balaca ağ var. Ağın radiusu, bax, mərkəzdən bu xəttə qədər olan hissədir. Deyir ki, bu çevrələrin radiusları fərqi halqanın qalınlığı adlanır. Halqanın qalınlığı bu rəngli olan hissədir bura. Baxın, bu hissələrdir. Bu qalınlığı tapmaq üçün, yəni o məsafəni tapmaq üçün böyük yerdən kiçik yeri çıxırıq. Məsələn, nümunə. Radiusların nisbəti 3-ün 5-ə verib, düzdür? Və 2 konsentrik çevrə, deyir ki, konsentrik çevrədir. Və konsentrik çevrə arasında qalan halqanın qalınlığı, yəni bizə deyini, o məsafəni 12 verib. Radiuslarımızın biri 3-dür, biri 5, yəni böyük yerimiz 5-dir, kiçik yerimiz 3-dür. Qaydanı tətbiq edirik. Böyük yerdən kiçik yer çıxırıq, bərabər edirik verilən 12-yə və oradan K-nı tapırıq. Bizdən kiçik çevrənin dediyinə görə tapdığımız o K-nı vururuq kiçik çevrə 3-ə. Böyük desəydik 5-ə vurardıq. Çevrələr toxunur. 2 çevrə toxunursa, onda bu çevrələrin bir ortaq nöqtəsi vardır. Əgər deyirik ki, çevrə toxunursa, mərkəzlər arasında məsafə tapanda radiusların cəmini edəcəksən. Həqiqətən də fikir verin, baxın, çevrələr toxunur xaricdən, düzdür? Onda buradan bura olan radius böyük çevrənin radiusudur. Buradan bura olan kiçik çevrənin radiusudur. Və onda mən məsafəni tapmaq istəyirəmsə, böyük yerlə kiçik yeri cəmləməliyəm. Ona görə çevrələr xaricdən toxunanda, məsafəni tapanda böyük yerlə kiçik yeri cəmləyirik. Sonra, 2 çevrə daxildən toxunduqda, çevrələrin mərkəzlər arasında məsafə radiusların fərqinə bərabərdir. Əgər bizim 2 çevrəmiz daxildən toxunursa, biz mərkəzlər arasında məsafəni tapanda radiusları bir-birindən çıxırıq. Bu da ikinci qayda. Çevrələr kəsişir. 2 çevrə kəsişirsə, bu çevrələrin 2 ortaq nöqtəsi var. Həqiqətən baxın. Biri A-dır, biri B-dir. 2 dənə ortaq nöqtəsi var. Gəldik qövs mərkəzi bucağa. Çevrənin 2 nöqtəsi arasında qalan hissəsinə qövs deyilir. Baxın, çevrənin 2 dənə nöqtəsidir. Burada qalan hissənə də qövsdür. Və bu AMB qövsü. Qövs belə işarə olunur. Baxın, işarə burada göstərilir. AMB qövsü. Deməli, indi gəlirik növbəti qaydaya. Təpə nöqtəsi çevrənin mərkəzində olan bucağın mərkəzi bucaqdır. Əgər bizim təpə nöqtəmiz, O mərkəzimiz burada. Düzdür, təpə nöqtəmiz bizim çevrəmizin mərkəzindədirsə, onda bu mərkəzi bucaqdır. Bu AOB mərkəzi bucaqdır. Mərkəzi bucaq söykəndiyi qövsə bərabər olur. Yəni, qövsüm məsələn 70 dərəcədirsə, onda mənim bu mərkəzi bucağım da 70 dərəcə olacaq. Və ya əksinə, mərkəzi bucağım məsələn 100 dərəcədirsə, onda mənim qövsüm də 100 dərəcə olur. Nə vaxt olur? Əgər mərkəzi bucaqdırsa, yəni mərkəzdədirsə bu təpə nöqtəsi, onda deyirəm ki, mərkəzi bucaqdır və mərkəzi bucaq söykəndiyi qövsə bərabərdir.
Məsələn, nümunə. Deyir ki, AMB 260 dərəcədir. Ümumiyyətlə, çevrənin özü bütöv tam. Baxın, bütöv tam çevrə 360 dərəcədir. Çevrə 360 dərəcəli qövsdür. Onu bildik. İndi misala baxırıq. Deyir, AMB qövsü 260-dır. Yəni, buradan bura həmişə üstündə qeyd edin. 260 dərəcədir. Bura yazdıq 260 dərəcə. AOB-ni soruşur. Bura x qoydum. Mən də bilirəm ki, AOB mərkəzi bucaqdır. Düzdür? Mərkəzi bucaq söykəndiyi qövsə bərabərdir. Bura bərabərdir. Düzdür? Ona burada x-dir. Deməli, mən bilməliyim bütöv. Bütöv çevrə 360 dərəcədir. Mən 360-dan 260-ı çıxıram. Nə qalır? 100. Bu 100-dürsə x-ım, onda bu AOB-dir. 100 dərəcə olmalıdır da. Düzdür? Bəli. Çevrənin uzunluğu. Çevrənin uzunluğunu tapmaq üçün C bərabərdir 2P. C və yaxud da L-lə də bəzən kitablarda yazırlar, yəni fərqi yoxdur. Uzunluğu tapanda biz 2-ni vururuq P-yə, vururuq R-ə. R bizim radiusumuzdur. P də sabit bir ədəddir. P-nin qiyməti var. 3,14. Əgər testdə mötərəzə daxilində P-ni 3,14 verərsə, biz P-nin yerinə 3,14 yazırıq. Əgər variantda da görürük ki, P kimi qalıbsa cavab, elə P kimi qalacaq. Və yaxud da bəzən olur ki, kitab misallarda təqribən 3 kimi yazırlar. Onda biz P-nin yerinə 3 qiymətini yazırıq. Deməli, çevrənin uzunluğu 2P ilə hesablanır. Burada PD-də yazım, yəni diametri verərsə, PD kimi. Ümumiyyətlə, bizə diametri verərsə, məsələn, diametrini verib 8, deyək, çevrənin uzunluğunu tapın. Onda mən əvvəl radiusunu taparam buradan. 8-in yarısı 4. Biz radiusu tapanda diametri 2 yerə bölürük, düzdür? Uzunluğun düsturunu yazırıq, 2πr. 2-ni vurdum P-yə, vurdum R-im də 4-dür. Oldu nə? 8P. Yəni, P-nin qiymətini verərsə yazarıq, verməzsə də cavabda 8P-ni götürərik. Gəlin buradan sonuncu bir nümunəyə baxaq. Misal, radiusunu 12 verib çevrənin uzunluğunu istəyir. Baxın, düsturu yazırıq əvvəlcə. Biz ümumiyyətlə məsələ həll eləyəndə düsturumuz nəyi soruşursa bizdən o düsturu qeyd edirik. Sonra baxırıq ki, bizdə nə var, nə çatmır, nəyi axtarmalıyıq. 2 vurulsun P, vurulsun R-imiz də 12-dir, 24P. Bu qədər, sağ olun.